Salam, hörmətli izləyicilərimiz. Xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsində qəşəng, əla bir yerdə, yolun qırağında, magistrala 150 metr içəri yolda 3 marşrutun keçəcəyi xətt yolunda həm Novxanı çimərliyinə, həm Xırdalana, həm beynəlxalq avtovağzala işləyən, metro stansiyalarına qədər işləyən bax belə marşrut xəttində yerləşən 11 mərtəbəli binanın 9-cu mərtəbəsində bax qəşəng 53 kvadrat mənzili təqdim edirəm sizlərə. Mənzilimiz tam təmirlidir, yaşayış demək olar ki olmayıb, sahibi düzəldib, bu formada qoyub və xaricə köçüb. İndi isə satılır. 53 kvadrat 2 otağa düzəlmə mənzildir. Salon belə deyək 28 kvadrata yaxın salonu var. Gördüyünüz bütün əşyalar hamısı təzədir. Heç istifadə olunmayıb. Hamısı da qiymətə daxil qalacaq. Təmir də gözəldir. Bir gözəl panoraması var ki, Tuz yolunu açan panorama. Qəşəng, çox havalı, hündür yer. Bina qazlı, lifli binadır. 11 mərtəbəli binanın 9-cu mərtəbəsi. Bundan sonra da 2 yaşayış mərtəbə yerləşir. Lift işləyir. Binada hal-hazırda qaz var. Gördüyünüz bu hardasa 26-28 kvadrata yaxın salon hissəmiz. Qiymət normaldır, hörmətli izləyicilərimiz. Alıb qəşəng 400 manata kirayədə vermək olar. Bu giriş hissəmiz, giriş qapısı qəşəng seyf qapı, qəşəng formada, döşəmədən isitməli. Mətbəx, sanitar qovşaq hamısı döşəmədən isitməli. Bu sanitar qovşaq hissəmiz bax bu formada. Aksesuarlar da var, yaşayışa tam hazırdır. Bax belə aksesuarlar da mövcuddur. Giriş hissəmiz, burada mətbəx yerləşir. Görürsünüz, heç istifadə olunmayıb, hər şey yığılıb, istifadə olunmayıb, döşəməsi isitməli. Bu normal böyük mətbəxdir. Hər bir şəraitdə qurulub, moykası, qazı, aspirator, soyuducu üçün yer, burada şkaf üçün yerlər də ayrılıb, böyük aspirator üçün havalandırma xətti də qoyulub şaxtaya. 53 kvadrat tam gördüyünüz əşyalarla bir yerdə 81.000 manata deyilir. Çox cüzi endirimlə satılacaq evimiz. Bu da yataq otağımız. Burada qoşa taxta qoymaq olar. Şkaf yeni şkafdır. Görürsünüz, matrasın salafanı belə açılmayıb. Binada qazlı bina, yataq otağından da balkona çıxışımız var. Bu da balkon hissəmiz. Görürsünüz, bax, Tuz yoluna açılan panorama, əsas mərkəzi yol, binanın düz qarşısına marşrut xətti, altında da tanınmış mega market var. Sayğac qoyulub evə, mətbəxə qədər qaz sayğacı çəkilib, qaz çəkilib, kombiyə də çəkilib, qaz təzə sayğac, heç sıfır görürsünüz. Sıfır görünüş, işlədilməyib. Burada kombinin yeri qaz olduğu üçün kombidə qoyub yaşaya bilərsiniz. Bura sadəcə çatmayan divan, televizor, soyuducu, paltarma, kondisioner qoysaz bu evdə tam yaşayış olacaq. 81.000 manata deyilir. Real müştəri olsa çox cüzi endirim olunacaq. Çünki 53 kvadratlı belə evlərin qiyməti 87-88.000 manat. Bu ev sahibi təzəli satıldığı üçün belə ucuz qiymətə verir. Qəşəng evdir, həm yaşamaq üçün, həm kirayə vermək üçün 400 manata rahat kirayə vermək mümkün. Təmir halında heç bir pozuntu halı yoxdur. Qəşəng təmir olunub, spot lampalar, çıraqlar, hər bir şəraitlə. Burada paltar dolabı da var, bu da qalacaq. Asılqanlı, şkaflı, qəşəng ev, elektrik sanitariyaları da yüksək səviyyədə görülüb, bahalı aksesuarlarla da təmin olunub. Mətbəxdəki yerində bütün mebel yığılıb. Bura çatmayan stol, soyuducu, paltaryan, qabiyon qoyacaqsınız. Yaşayacaqsınız bu evdə. Gözəl ev, qiymət də gözəl. 53 kvadrat, 2 otağa düzəlmə. 53 kvadratdan çoxdur. Qiymət 81.000 manata deyilir. Real müştəri olsa cüzi endirim olunacaq ki satılsın. Diqqətini, alıcında heç bir xərci çıxmayacaq. Bütün satış xərci ev sahibinin boyundadır. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.